Bembi nağılı. Meşədə səhər tezdən idi. Baharın başlanğıcı idi və quşlar tropik ölkələrə etdikləri uzun səfərdən artıq geri dönmüşdülər. Meşə heyvanları qış yuxusundan oyanmağa az qalırdı. "Çik çik, çik çik, hamınız qulaq asın!" deyə quşlar civildəşirdi. "Bu gecə möcüzə baş verdi, yeni şahzadə dünyaya gəldi." Və quşlar xoş xəbəri bütün heyvanlara çatdırmaq üçün meşəyə səpələndilər. Ana dovşan və onun balaları köhnə ağac kötüyünün altındakı yuvalarından bayıra çıxdılar. "Tez olun balalarım!" deyə ana onları tələsdirirdi. "Təbrişlərimizi mümkün qədər tez çatdırmalıyıq." Dovşan balalarından biri pəncəsi ilə boş ağac gövdəsini vurdu və elə bir səs çıxdı ki, gürültü uzaqlara yayıldı. Bu vərdişinə görə balaca dovşanı Toppuş adlandırdılar. Və beləcə bütün heyvanlar kol-kos və ağaclar arasında gizlənmiş bir çəmənlikdə toplaşdılar. Burada yeni doğulmuş balası ilə birlikdə gözəl cavan bir maral uzanmışdı. "Ay, nə qədər şirindir!" dedi Toppuş. "Onunla oynamaq olar?" "Hələ yox," maral cavab verdi. "O hələ yeriməyi də bacarmır." "Oyan balam, sənə qonaqlar gəlib." Balaca maral gözlərini açdı və nazik ayaqları üzərində qalxmağa çalışdı, amma dərhal yıxıldı. "Baxın, ayaqları əsir," deyə Toppuş güldü. "Yeni şahzadə haqqında hörmətlə danış," deyə anası ona irad bildirdi. "Bağışlayın, xanım maral," Toppuş üzr istədi. "Bəs onun adını nə qoyacaqsınız?" "Düşünürəm ki, Bembi," deyə o cavab verdi. "İndi isə onun yatmaq vaxtıdır." "Sağ ol, Bembi," deyə Toppuş pışıldadı. "Sabah sənə yeriməyi öyrədəcəm." Toppuş verdiyi vədi yerinə yetirdi. Bembi balaca dovşanın müşayiətində uzun nazik ayaqları üzərində yeriməyi öyrənirdi. Dostlar meşədə gəzirdilər və qarşılarına müxtəlif heyvanlar və quşlar çıxırdı. Bembi ən çox quşları sevirdi, çünki onlar çox gözəl oxuyurdular. Bir gün o da heç olmasa hansısa səs çıxarmağa cəhd etdi. "Bunlar quşlardır," deyə Toppuş izah etdi. "Quş deməyə çalış." "Qu," deyə Bembi tərəddüdlə dedi. Bir dəfə də, bir də və birdən-birə bacardı. "Quş!" deyə o elə ucaldan qışqırdı ki, bütün heyvanlar qaçışıb dağıldılar. "O dedi," Toppuş məmnunluqla güldü. "Mən gənc şahzadəyə quş sözünü öyrətdim." Bu anda Bembi gözəl bir kəpənək gördü. "Quş," deyə o ona baxaraq dedi. "Yox," Toppuş gülərək dedi. "Bu kəpənəkdir." Sonra Bembi çiçəklər sözünü öyrəndi. O dayanıb onları iyiləyirdi ki, qəfil yanında balaca bir skuns peyda oldu. "İstəsən, məni də çiçək deyə çağıra bilərsən," dedi o. "Bu heç olmasa əsl adımdan yaxşıdır." Bir gün yayın qızğın çağında Bembinin anası ona dedi. "Məncə sən artıq çəmənliyə getmək üçün kifayət qədər böyümüsən." "Çəmənlik nədir?" deyə Bembi soruşdu. "Orası çox gözəl bir yerdir. Orada bol təzə ot olur," deyə anası ona izah etdi. "Orada meşəmizin başqa maralları ilə də tanış olacaqsan." "Meşədə başqa marallar da var?" Bembi təəccüblə soruşdu. "Gözdə və özün görərsən balam," deyə maral cavab verdi. Onlar meşənin kənarına çatdılar. "Burada məni gözlə," dedi Bembinin anası. "Çəmənlikdə ağac yoxdur və gizlənməyə yer tapmaya bilərik. Əvvəlcə mən yavaş-yavaş çəmənliyə çıxıb ətrafa baxacam. Səni çağıranda isə sən də gələ bilərsən." Çəmənlikdəki otların arasında quşlar qayğısızca civildəşirdilər. "Quşlar yerdə oturduğu müddətcə təhlükə yoxdur," deyə anası izah etdi. "Gəl Bembi, amma yadda saxla, insan gələndə, xüsusilə də itləri və tüfəkləri ilə gələndə ondan qorxmalı və meşədə gizlənməliyik." Bembi anasının nə barədə xəbərdarlıq etdiyini tam başa düşmədi. Elə bu vaxt çəmənlikdə Toppuşla rastlaşdı. Onlar birlikdə bir qurbağanı qovmağa başladılar. Qurbağa isə onların əlindən qaçıb gölməcəyə tullandı. Bembi qurbağanın yoxa çıxdığı yerə baxdı və suda öz əksini gördü. Amma bu nə idi? Suda birdən-birə iki Bembi göründü. Qorxu içində arxaya çevriləndə o gözəl bir balaca dişi maral gördü. Bembinin anası onların yanına gəlib dedi. "Bu Felindir. O da yayda doğulub. Ona görə siz həm yaşıdsınız."
"Salam Bembi, oynamaq istəyirsən?" deyə Felin şən-şən soruşdu. Əvvəlcə Bembi çox utandı və anasının arxasında gizləndi. Amma maraq üstünlük gəldi və çox keçmədən balaca marallar birlikdə oynamağa başladılar. Bütün günü onlar çəmənlikdə qaçıb oynadılar. Bu vaxt anaları isə digər dişi marallarla söhbət edirdi. Amma qəfil oyun yarımçıq qaldı. Meşədən gür bir nərə səsi eşidildi və çəmənliyə iri bir maral çıxdı. O çox əzəmətli görünürdü. Amma Bembinin yanından keçərkən ona elə baxdı ki, sanki onlar bir-birini tanıyırdılar. O bir daha gür səslə nərə çəkdi və bütün heyvanlar meşəyə doğru qaçdılar. "Bu kim idi, ana?" deyə Bembi onlar təhlükəsiz yerə çatanda soruşdu. "O sənin atan idi, Bembi. O sürümüzün ən yaşlı və ən müdrik maralıdır. O bizi insan barədə xəbərdar etməyə gəlmişdi." Elə bu anda onlar çəmənlikdən gələn atəş səslərini eşitdilər. Yay payızı əvəz etdi və Bembi soyuqlar düşməmiş cənuba tələsən bir çox quşla vidalaşmalı oldu. Hələlik yem tapmaq çətin değildi. Dadlı yarpaqlar ağaclardan tökülür, qozlar və palıd qozaları yeri bürüyürdü. Amma gün keçdikcə ağaclar get-gedə daha çox çılpaq qalırdı. Bir səhər hər yer appaq oldu. "Ana, oyan!" deyə Bembi qışqırdı. "Bax gör nə olub? Kimsə meşəni ağ rəngə boyayıb." "Yox, oğlum," deyə maral gülümsədi. "Bu sadəcə qardır. Meşə hər qış belə olur. Niyə biraz gəzməyə çıxmırsan?" deyə soruşdu. Bembi isə dərhal bu sirli ağ qarı görmək üçün yola düşdü. Plüh! Ağacdan bütöv bir qar yığını düşüb, Bembini boynuna qədər örtmüşdü. "Nə qədər də gülməlisən," dedi Toppuş. Bembini buz üzərində sürüşməyə çağırmağa gəlmişdi. Toppuş gölməçəyə tərəf qaçdı. Buzlu səthin üzərində sürüşməyə başladı və ucadan güldü. "Gəl, Bembi," deyə o qışqırdı. "Su bərkiyib." Amma həyatda ilk dəfə buz üzərində sürüşən hər kəs kimi Bembi də sürüşüb qarnının üstə yıxıldı. Sərt suyun üstündə dayanmaq heç də asan deyilmiş. "İndi hər şey qaydasındadır," dedi Toppuş. "Qulaq as. Buradan biraz aralıda çiçək yaşayır. Gəlin onu da buzun üstündə bizimlə oynamağa çağıraq." Amma balaca Skuns heç cürə oyanmaq istəmirdi. Böyük aylardan tutmuş balaca mişlərə qədər bir çox heyvan bütün qış boyunca yatır və yalnız yazda oyanırlar. "Yatmaq nə qədər də mənasızdır," deyə Bembi səsləndi. "Ətrafda oynamaq üçün bu qədər möcüzəli qar varkən." Amma tezliklə Bembi başa düşdü ki, meşədə qış çox uzun və sərt ola bilər. Hava getdikcə soyuyur, yem tapmaq isə hər gün daha da çətinləşirdi. İndi maralların əsas qidası ağac qabığı idi. Amma bu Bembinin heç xoşuna gəlmirdi. O şirəli otlar və yaşıl yarpaqlar üçün darıxırdı. "Ana, çox acmışam. Bu qış nə vaxt qurtaracaq?" deyə o ah çəkirdi. "Yaz gələndə," deyə maral da köks ötdü. "Gəl qabıq ye ki, böyüyüb biri və güclü olasan." Bir səhər marallar qarlı çəmənliyə çıxdılar. "Bax, Bembi, yaz otu cücərir," dedi anası. Bembi doğrudan da qarın içində yaşıl bir ləkə gördü. O otları acgözlü ilə çimdikləməyə başladı. Amma qəfil anası qulaqlarını şəkkələdi. "Dayan!" deyə o qışqırdı. "Meşəyə qaç, Bembi. Bacardığın qədər sürətlə qaç və geri baxma." Bembi diksinib bütün gücü ilə qaçmağa başladı. "Daha sürətli, daha sürətli," deyə anası onun ardınca qışqırırdı. Bembi meşəyə çatanda kəskin və gür bir səs eşitdi. "Bam! Bacardıq, ana!" deyə o nəfəsi kəsilə-kəsilə dedi və arxaya çevrildi. Amma anası heç yerdə görünmürdü. "Ana! Ana!" deyə o qışqırdı və yenidən çəmənliyə tərəf qaçdı. Onu atası iri və əzəmətli maral saxladı. "Anan artıq bizimlə deyil, Bembi. Onu insan apardı. İndi sən tək yaşamağı öyrənməli olacaqsan," deyə maral kədərli, gür səsi ilə söylədi. Nəhayət, yaz gəldi. Meşə heyvanları qış yuxusundan oyanmağa başladılar, günəş parlayırdı, quşlar isə elə bil hamısı aşiq olmuşdu.
oxuyur, civildəşir, oynayırdılar və qoca bayquşu hövsələdən çıxarırdılar. Nə edəsən, görünür mən də oyanmalıyam, deyə bayquş əziniyib mısıldandı. Axı bu, gənc şahzadə Bembidir, deyə heyrətlə səsləndi bayquş. Baxın, nə gözəl buynuzların çıxıb. Budur, topbuc da, çiçək də buradadır. Diqqətli olun, baharda digər heyvanların başına gələnlər sizin də başınıza gəlməsin. Nə demək istəyirsiniz? Deyə Bembi soruşdu. Aşıq olmayın, deyə bayquş xəbərdarlıq edib xırda-xırda güldü. Mən? Qətiyyən yox. Topbuc və çiçək eyni anda qışqırdılar və əlbəttə ki, mən də yox, deyə Bembi əlavə etdi. Amma hər şey qoca bayquşun dediyi kimi oldu. Topbuş gözəl bir dişi dovşana aşıq oldu. Çiçək şirin bir dişi skunsla tanış oldu. Bembi isə yenidən Felinlə qarşılaşdı. Sən çox gözəlləşmisən, Felin, deyə Bembi utana-utana qeyd etdi. Sən də, deyə o cavab verdi və onun yanağından yaladı. Bembi ilə Felin meşədə gəzməyə başladılar. Bütün yaz boyu, sonra isə bütün yay ərzində onlar bir-birindən ayrılmaz oldular. Bir gün payızın əvvəlində səhər tezdən Bembini havada dolaşan qəribə bir qoxu oyatdı. Bu, yeni və tanış olmayan idi. Bembi Felini oyatmadı və ətrafa baxmaq üçün qayalığa qalxdı. Yuxarıdan çadırları gördü və tüstü qoxusunu hiss etdi. Bu anda atası səssizcə onun yanında peyda oldu. Bu insandır, Bembi, və bu dəfə o tək gəlməyib. Felini götür və meşəyə qaçın. Bu vaxt isə Felin özü oyanmışdı. Felin digər heyvanların narahat səsküyünü eşitdi və Bembini axtarmağa qaçdı. Elə bu anda hürən itlərdən ibarət bir dəstə meşəyə soxuldu. Onların arxasınca isə tüfəngli insanlar qaçırdı. Felin, daşların üstü ilə yuxarı tullan, deyə Bembi onu görən kimi qışqırdı. Mənə kömək et, Bembi, daha yuxarı qalxa bilmirəm, deyə Felin yalvardı. O, altında itlərin hürüb dolaşdığı dar bir çıxıntının üstündə dayanmışdı. Başını aşağı salan Bembi birbaşa it sürüsü üstünə atıldı. O itləri kənara tulladı, amma it sürüsü onun üçün həddən artıq çox idi. Felin, tullan, deyə o qışqırdı. Bembi itləri saxladığı müddətdə Felin yarıqdan o tərəfə tullanıb salamat şəkildə qarşı sahəyə indi. Bembi isə dırnaqları ilə iki iti geri atdı və özü də yarığın üzərindən sıçrayıb keçdi. Bam! Tüfəngdən atılan güllə ona dəydi və Bembi yerə yıxıldı. O, qalxmağa çalışdı, amma bacarmadı. Heç olmasa Felini xilas edə bildim, deyə içindən düşündü. Axşam düşəndə Bembi hələ də aciz halda yerdə uzanmışdı. Birdən o, əvvəllər hiss etdiyinə bənzər, amma qat-qat daha güclü olan xoşagəlməz bir qoxudan ayıldı. Ovçular ocağı söndürməyi unutmuşdular və indi alov bütün meşəni bürüyürdü. Qalx, Bembi, qalxmalısan, sən qalxa bilərsən, deyə nəhayət oğlunu tapmış atası israrla təkrarlayırdı. Meşədə yanğın var, alov yaxınlaşır, deyə davam etdi. Buradan tez çıxmalıyıq. Çalışıram, Bembi cavab verdi. Ona çox ağrı verirdi, amma təslim olmaq istəmirdi. Marallar çaya girdilər və hündür bir şəlalədən ortasında balaca adası olan vəhşi bir gölə tullandılar. Bütün heyvanlar alovun çata bilmədiyi adada toplaşdı. Felin çarəsiz halda ora-bura qaçır, Bembini axtarırdı. Elə bu vaxt yanğının qızılı işığında sudan ona tərəf yavaş-yavaş gələn iki güclü maralı gördü. Xoşbəxtliklə yağış alovu söndürdü. Yaz gələndə meşə yenidən yaşıllaşdı. Bir səhər topbuş yenə tappıldamağa başladı. Bu baş verdi, bu baş verdi, deyə topbuş qışqırırdı. Oyanın, hamınız qalxın, gedib təbriklərimizi çatdırmalıyıq. Topbuş, çiçək ailələri ilə birlikdə və digər heyvanlar çəmənliyə doğru yollandılar. Orada isə Felin iki balaca, yeni doğulmuş maralı balası ilə uzanmışdı. Doğrusu belə bir şey görməmişəm. Bir ananın iki maralı balası, deyə qoca bayquş təəccübləndi. Şahzadə Bembi yəqin ki, çox qürur duyur. Bembi isə həqiqətən də ailəsi ilə fəxr edirdi.
qayanın zirvəsində dayanaraq dostlarının təbriklərini qəbul edir, qüdrətli buynuzlarla bəzənmiş başını əzəmətlə tərpədirdi. Sona qədər izlədiyiniz üçün çox sağ olun. Əgər məzmunu bəyəndinizsə, videonu bəyənib və kanala abunə ola bilərsiniz. Kanaldakı digər nağıl və hekayələrə də baxmağı unutmayın.